Lev Tolstoy, deməli ömrünün böyük bir hissəsini 80 yaşına qədər adam ateist, materialist, sekulyar, öz anarxist, yəni radikal anarxist, bütün o mistik inancların hamısını rədd edir, dini rədd edir, tanrını tənqid edir. Belə deyək də bir o çobud desək əyyaş həyatı yaşayır, yeyir, içir, kef edir və günün bir günü oturur deyir ki, mən yaxşı bu qədər yedim, içdim. Siz dediyinizə gətirirəm də, yəni yaşadım, evləndim, uşaq dünyaya gətirir. Kitabı, bəs bunun sonu nədir? Nədir? Axırda ölüb çıxıb gedəcəm bu qədər. Yəni bütün bunların mənası nədir? Və cavab axtarır özünə. O etiraflarım kitabında onu belə uzun-uzun yazır və səhv eləməmsə artıq 80 səhifə yazandan sonra, bilmirəm 88-dən mi, 84-dən mi deyir ki, hə bu yola çıxanda deyir, mən deyir, düşündüm ki, gedəcəm elm adamları ilə, filosoflarla, ilahiyyatçılarla, belə deyək də o dövrün öndə gələn düşünən insanları ilə söhbət eləyəcəm, müzakirə edəcəm ki, nədir bunun mənası? Deyir, mən din adamlarını ən axıra saxlayacam. Hətta yola çıxanda bu cür çıxır. Deyir, çünki deyir, insan nə qədər axmaq olar ki, gedə həyatın mənasını bir din adamından, ilahiyyatçıdan soruşur. Eynən belə də deyir, çox sərt. Və axırda bütün bu filosoflar, elm adamları, elit adamlar, yazarlar bundan cavab tapa bilmir. Yəni, bir yerə qədər hamısı gəlir, bir yerdə o metafizik qismində hamı dayanır. O öldün, heç nə yoxdur. Və nəhayət gedir kilsəyə. Gedir kilsəyə, orada təbii ki, din adamlarına söhbət. Din adamları deyir ki, qardaş, narahat olma, hər şey qaydasındadır. O birisi dünyaya gedirsən, Allah səni ya mükafatlandıracaq, ya nəsə bir şey. Və orada oturur, düşünür və qəbul eləyir. Deyir ki, mən həyatım, o sözü oradan həmişə iqtibas edirlər. Deyir, həyatım boyunca mən Tanrıya inandığım zaman yaşadığımı anladım. Onu qəbul edir, yəni, düşüncə baxımından. İndi mən bayaq təsəlli olmayan da dedim ki, elə insanlar var ki, onlar savadları, aydınlıq səviyyələri, mütaliələri, elmi bilikləri imkan vermir ki, hansısa bir mistik dünyaya, dinə, bu və ya digər formada inansın. Amma onlar deyirlər ki, yaxşı, əgər bunun sonu yoxdursa, elə o Viktor Frankl'ın dediyi kimi, bir məna əgər, amma Viktor Frankl təkcə dini demirdi. Viktor Frankl deyirdi ki, bir qadını sevib onu da tanrı eləyə bilərsən, vətəni də tanrı eləyə bilərsən, dinə də, ibadətdə də, belə deyək, həyatında bir məna görüb, ambisiya kimi görüb, o yolda gedə bilərsən. Hansısa bir idmanı da, məsələn, siz dediniz yoga. Yəni, Viktor Frankl'ın təqdimatında bu din də bunlardan biri idi. Amma məsələn, siz deyirsiniz ki, din alternativ, bəli, alternativ, amma axı başqa alternativlər də var.